Salam benim değerli, əziz Instagram ve TikTok dostlarım. Hamınızı xoş gördük. İndi deyəcəksiniz ki, bütün bürcləri deyir, amma tərəzilər qalır. Əziz tərəzilər, mən sizi çox istəyirəm. Niyə çox istəyirəm? Çünki tərəzilər, əkizlər xasiyyətdə uyğundur bir-birinə. Çünki tərəzilərlə əkizlərin elə xasiyyətləri var ki, inanın ki, heç bir-birlərindən ayrılmırlar. İndi Instagram və TikTok dostlarım, sizin hamınızdan xahiş edirəm, ayıbdır, bir zəhmətə qiymət verin. Çünki bürcləri deyəndən sonra illəri deyəcəm, illəri deyəndən sonra gecə və yaxud da gündüz doğulanlar haqqında ayrı-ayrı məlumatlar verəcəm və sizin uğurlu daşınız hansıdır, necə lazımdır ki, sizi mənfi enerjilərdən xilas etmək, insanları demək olar ki, hər bir bürcün özünün özəl bir daşı var, özünün özəl rəqəmi var, özünün özəl bir günü var, özünün özəl bir ayı var, hansı talisman daşı onları mənfi enerjilərdən uzaq edir, müsbət enerjilər gətirir, uğur daşı hansıdır, ruzu daşı hansıdır və ruzu bərəkətin artması üçün nə etmək lazımdır? Bunları mən deyəcəm. Amma çox əcaib bir şeydir ki, 100 min, 200 min, 300 min adam baxır, 5 min, 3 min, 4 min adam like edir. Nə olar? Bunu bir dənə barmağınızı qoyun, like eləyin də. O bambulu səhifələrə baxanda baxırsınız, hamınız bəyənirsiniz. Amma sizə xidmət edirəm. Nə sizdən jeton istəmirəm, nə pul istəmirəm, nə hədiyyə istəmirəm, bir şey istəmirəm. Sadəcə səhifəmə təqib edin və bəyənin, paylaşın, altından da bürcünüzü, ilinizi, ayınızı, gününüzü və bilirsinizsə gecə və yaxud da gündüz olduğunuzu yazın. Olsun, hərə öz Allah ilə olsun. Allah hərənin əziyyətini itirməsin və ekranı bəyənib, təqib atan, like eləyən, follow eləyən insanlara Allah ruzuların, bərəkətlərin, can sağlığı versin, uzun ömür versin, xoşbəxtlik versin. Mənim də duam budur. Vəssalam, kim bəyənirsə, kim təqib edirsə, bu səhifə ona uğur, xeyir, şans gətirsin inşallah. Amma hər birinizə ruzulu, bərəkətli günlər arzulayıram. Əziz tərəzilər, biraz yaxın oturun, yaxın oturun. Əziz tərəzilərimiz, canlarım, ciyərlərim, mən tərəziləri çox istəyirəm, vallahi. Çünki tərəzi bürcü altında doğulan insanlar çox gözəl insanlar olur. Ağıllı, müdrik, ondan sonra canım sizə desin, duyğusal, əhval-ruhiyyəsi bir anda dəyişir, bir anında pozitiv olur, bir anda negativ olur, bir anda özünə qapanır, bir anda göz yaşları, necə deyim, yanaqlarında olur və gördüyü yuxularda düz çıxır, ürəklərdə, damanda düz çıxır. Həddindən artıq tərəzi bürcü altında doğulan insanlar duyğusaldır. Düzdür, tərəzi kişiləri vəfalıdır, sədaqətlidir, amma biraz gəzməyə meyillidir və demək olar ki, xəyanətə də meyillidir, o ailəyə qarşı, Amma tərəzi kişiləri ruzuludur, bərəkətlidir, iş bacarandır, özünə başqa xanımları cəlb eləyəndir və öz işlərinin üstündə dayanandır və dostluğa da sədaqətlidir. Amma tərəzi xanımları, mən deyərdim ki, ümumiyyətlə sizdən hamınızdan artıq dərəcədə xahiş edirəm. Mən deyərdim, bu statistikalar onu göstərir və mənə müraciət edən insanların necə deyim, o xarakterini mən analiz eləmişəm və mənə müraciət edən insanlar, onlayndan qəbuluma olan insanlar onu göstərir ki, demiyorlar, tərəzi bürcü altında doğulan xanımların 10% xoşbəxt ola bilir, 90% yox. Sizə and verirəm Allaha, tərəzi bürcü altında doğulan xanımlar, xoşbəxtsizsə onu bu yorumun altından yazın. Çünki tərəzi bürcü altında doğulan xanımların çoxsu ya gec ailə qurur, ya tez ailə qurur, tez dağılır və yaxud da ailə qurur, ya nişanlı olur, nişanı qayıdır və yaxud da ərə gedir, əri ölür.
əzablı və yaxud da gedir ayrılır, əzablı əziyyətli günlər çəkir və çox zülümlü və məşəqqətli günlər keçirdir tərəzi bürcü alta doğulan xanımlar. Çünki duyğusal xanımlardır, romantik xanımlardır, ehtiraslı xanımlardır, ondan sonra xəyalpərəst xanımlardır, öz fikirlərindən, ağılları ilə hər şey və sevdikləri insanı həddindən artıq qısqanır və qısqanclıqdan da ailələr dağılır. Əgər tərəzi bürcü altında doğulan xanımın qarşısına bir şir bürcü altında doğulan kişi çıxırsa, şir kişiləri ailə canlı olur. O şir kişiləri o tərəzi bürcü altında doğulan xanımları ram eləyə bilir, onun sözünə qulaq asa bilir, onun dediklərini eləyə bilir və onun demiyor, Allah'a and olsun, şir tərəzi xanımlarının qabağında sinirlə dayanır. Bunu tərəzi xanımları özlərində necə deyim, bu kəşfi tapıblar və onlar bilirlər şir kişilərlə necə yanaşmalıdır, onlarla necə davranmalıdır. Ümumiyyətlə tərəzi xanımları ailəyə bağlı olurlar. Tərəzi xanımları öz sevdiklərini qorumağa çalışırlar. Sevdiklərinin dəlicəsinə sevirlər. Tərəzi xanımları əgər bir adamı sevdisə, sona qədər sevər, bir adama nifrət elədisə, nifrət eləyər. Və tərəzi xanımları bacarır ki, ailəsi dağılmasın. Amma çox vaxtı bir də görürsən ki, çarəsi olmayan bir şey olur və onda artıq tərəzi xanımlarının həyatında sevgi elə bilirsən qara xətlə yazılır və onlar nöqtə qoyurlar ki, yox, mən ayrılacam, yalnız balam varsa balamı saxlayacam, yalnız özümə həsr eləyəcəm və mən elə tərəzi xanımları tanıyıram ki, hətta 2 və yaxud da 3 dəfə talihləri gətirməyib. Bu talihi gətirməmək ayıb deyil, amma İş ondadır ki, hamı həyatında ailə də qura bilər, ailə də necə boşana da bilər. O heç bir bəxtəvərlikdən heç kim ailəsini dağıtmır. Bəxtəvərlikdən heç kim ailəsini dağıtmır və dilərəm Allahdan ki, Allah heç bir ailələri dağıtmasın, heç bir balaları atasız, anasız qoymasın. Ona görə də tərəzi bürcü altında doğulan xanımlar məcburən qalıb ailəni dağıdırlar və öz evladlarına, əgər evladları varsa evladlarına və yaxud da özlərinə fikir verirlər. Çünki tərəzi altında doğulan xanımların əzabları, əziyyətləri çox xoşa gedir və onlar fədakar olurlar, fədakar ana olurlar, fədakar həyat yoldaşı olurlar, fədakar xanım olurlar, fədakar nənə olurlar, fədakar dost olurlar. Amma bunun qarşılığını görməyəndə tərəzi bürcü altında doğulan xanımların elə bir qanatları sınır, yanlarına düşür və onlar elə bir günən ki, o gül qabında olan gül kimi solurlar. Allah onlara solğunçuluq göstərməsin. Amma tərəzilər, sizə bir müjdə deyirəm ki, tərəzilərin inşallah ağlar gözləri güləcək və kədərlənən ürəkləri sevinəcək. Çünki tərəzilər Allahdan dilədiklərin inşallah qısa bir müddət ərzində həyata keçirəcəklər və inanıram ki, tərəzilər hər bir şeyə nail olacaqlar. Və tərəzi bürcü altında doğulan insanlarla dost olmaq, sevgili olmaq doğrudan da gözəldir. Onların qısqanclığının özü də bir sevgi dolu aləmdir. Ona görə də əgər həyatınızda tərəzi bürcü altında doğulan bir xanım, bir bəy varsa müğayət olun. Çünki onlar sevgiyə layiq insanlardır. Onlar sevirlər, dəli kimi nifrət edirlər, dəli kimi. Ona görə də Allah hamınızı qorusun. Bəli, yavaş-yavaş xarakterlərini, hamısını bürclərini bildikdən sonra keçəcək hansı bürcün talismanı və düşərli daşı hansıdır, onları da deyəcəm və hansı bürclər ailə qurarsa daha xoşbəxt, daha uzun ömürlü olar. Beləliklə sağ olun, sağlıqla qalın. İnşallah tezliklə görüşərik. Təqib etməyi, bəyənməyi, paylaşmağı unutmayın. Bəyənən barmaqlarınız var olsun. Allah sizi və sevdiklərinizi qorusun və onlayndan psixoloji, həm də astroloji proqnoz almaq istəyənlər və seanslara qatılmaq istəyənlər 055 294 00 56 nömrəli telefonla WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər. Qəbul onlayndır. Təşəkkür edirəm. Sağ olun. Allah'a əmanət olun.